Mən bugün uşaqlarda trombositopeniyalardan danışacağım. Bu mövzu həm hematoloqları, həm pediatrları yoran bir mövzudur. Trombositopeniya nədir? Trombositopeniyanı biz hər mikrolitrdə trombosit sayını 150 mindən aşağı görürüksə, buna artıq bir trombositopeniya deyirik. Əlbəttə ki, burada bir ağır trombositopeniya, orta və yüngül trombositopeniya kimi qəbul olunur və klinik olaraq da yanaşmamız trombositların sayına görə olur. Əsasən birincili olur və ikincili olur. Birincili ITP-lər, ən çox rast gəldiklərimiz post trombosit sindromu, MIN-AYN mutasiyası və s. İkincili isə sistemik xəstəliklər, infeksiyalar, sümük iliyi xəstəlikləri və s. Gördüyümüz şeylərdə olur. Deməli, periferik yaxma hematoloqlar üçün əslində bir işıqdır, mayaqdır. Periferik yaxmada biz trombositopeniyanı çox zaman ayırt edə bilirik. Məsələn, psevdotrombositopeniyalar olur ki, biz hemoqramda əslində trombositləri az görürük, amma periferik yaymada baxırıq ki, burada bir trombosit satelizmi var və ya bir EDTA konflikti var və biz bunu ayırt edə bilirik. Makrotrombositləri gördüyümüzdə isə bu artıq bizə bir yol göstərir ki, burada bir dev trombosit xəstəliyi və ya MI9 genetik mutasiyaları görə bilirik. Trombositopeniyaların əsasən ölçüsünə görə ayırt edə bilirik. Burada makrotrombositopeniya, normal MPV ölçüsü və mikrotrombositopeniyaya görə ayrıla bilir. Makrotrombositopeniyalarda adətən ITP-ləri biz makro olaraq MPV-nin yüksəlməsi ilə görürük. Bernard-Soulier sindromunu, MI9 sindromunu və bəzən olur ki, ITP-lərimiz refraktorləşir və xronikləşir. Amma ciddi bir qanaxmalar görmürük. Çünki makrotrombositopeniya ilə davam edir və trombosit sayına görə biz klinik olaraq idarə edə bilirik xəstələri. Normal sayda isə TAR sindromunda hər hansı bir sümük iliyində hiposelülər vəziyyətlərdə görə bilirik. Mikrotrombositopeniyaları ən çox gördüyümüz immun defisitlərdə, Wiskott-Aldrich sindromu, X-linked trombositopeniyalarda falan daha tez-tez görə bilirik. İrsi trombositopeniyalarda biz əsasən uzun müddətli persistan və rezistan xəstələr görürük. Bunda da bizim köməyimizə VES analizi gəlir. Bəzən olur ki, xəstələrimizdə xüsusi bir simptomlarımız olur və biz xüsusi bir daha dar genetik mutasiyalar istəyə bilirik və daha diaqnozumuzu qoya bilirik. Bəzən olur ki, dar genetik mutasiyalarla istədiyimiz analizlə bir şey əldə edə bilmirik və tam egzom analizini istəyirik. Məsələn, ən son bir xəstəmizdə doktor Elnur Fərəcivlə baxdığımız 15 yaşında qız xəstəsi. Xəstədə nefrotik sindrom qeyd edilirdi. Uzun illərdir börəklərində problem var idi. Elnur doktor da mən də bir-birimizdən xəbərsiz olaraq sadəcə MI9 genini yoxlamışdıq və negativ gəlmişdi. Daha sonrasında xəstədə VES analizi göndərdiyimizdə əslində xəstədə adam sonuç mutasiyası olduğunu gördük və bu bizdə periferdə görmədiyimiz şizotitlər və heç bir klinik simptom olmadan xəstədə trombotik, trombositopenik purpura olduğunu aşkarladıq. Digər genetik mutasiyaların üzərindən tez keçəcəm reglamentə uymaq üçün. Trombositopeniyalarda patofizioloji olaraq trombositlər əmələ gəlirlər və sonradan parçalanırlar və trombositlərin əmələ gəlməsi üçün şərait olmur, sümük iliyi yetməzlikləri olur. Ona görə də biz bunu ayırt edə bilirik. Patofizioloji olaraq həm ITP-lər, həm qidalanma, həm digər sümük iliyi yetməməzlikləri trombositopeniyalara səbəb ola bilər. Xəstə gəldi. Anamnezində nəyə diqqət edirik? Əsasən əvvəlki hemoqram nəticəsinə baxırıq ki, xəstədə erkən yaşlarından bir trombositopeniya varmı, yoxmu? Qaraciyər xəstəliyi, hematoloji xəstəliyi varmı? Daha öncədən bir qanaxması olubmu? Dərman və ya toksin zəhərlənməsi olubmu? Daha yaxın zamanlarda səyahət və ya hər hansı bir vaksinasiya keçiribmi? Və infeksion xəstəliklər keçiribmi?
Əsasən 1 yaşdan kiçik uşaqlarda irsi trombositopeniyalar görürük və sümük iliyi yetməzlikləri görürük. Neonatal dövrdə isə əsasən gördüyümüz autotrombositopeniyalar və alloimmun trombositopeniyalardır. 10 yaşından böyük uşaqlarda isə əsasən SLA-dən şübhələnməyimiz gərəkdir, antifosfolipid sindromundan və daha çox gördüyümüz trombositopeniya səbəbi A tiplərdir. Deyəlim ki, uşaq gəldi 6 ayından 17 yaşına qədər uşaqdır. Biz birinci baxdığımız əlbəttə ki, sümük iliyi periferik yaxmadır. Periferik yaxma bizə bir yol göstərəcək. Ya bunu ATP-yə oxşadacaq, yaş statit görəcəksə də bir mikroangiopatia fikirləşəcək, splenomeqaliya və neutropeniya görəcəksə də bir hipersplenizm və ya hər hansı bir viral infeksiyadan şübhələnəcək. Əgər hər hansı bir dərman qəbul edibsə də xəstə, dərmana bağlı ola bilərək trombositopeniya olduğunu düşünə bilərik və yeni gəlibsə də və daha dərin trombositopeniya ilə gəlibsə də bu daha çox immun trombositopeniya olur. Sümük iliyinin dəyərləndirilməsi immun trombositopeniyalarda əsasən xəstələrdə uzun müddətli və refraktor olur deyə biz sümük iliyinin aspirasiyası biopsiyasını etməyə məcbur qalırıq. Əsasən normoselülər olur, hiposelülər olur və megakaryotsitlarda azalma görürük. İmmun trombositopeniyalarda isə ən son təlimatlara görə sümük iliyinin dəyərləndirilməsi vacib olmur. Hətta qısa müddətli steroid müalicəsi başladığımızda belə sümük iliyi götürməyə ehtiyac yoxdur deyir ESH 2019 guideline-ları, amma bizim ölkəmizdə biz bu riski ala bilmirik. Əgər xəstəyə bir steroid başlayacaqsa, əvvəlcədən bir sümük iliyini baxıb da hematoloq olaraq bu sümük iliyində hər hansı bir digər malignite yoxdur, onu rahat gözümüzlə görüb daha sonra bir steroid başlayırıq. Və limfomiyeloproliferativ xəstəliklərdə MDS-də sümük iliyi aspirasiyası biopsiyası edirik. Daha sonrasında da yəqin ki, ehtiyacımız olur flow analizinə və genetik analizlərə. Pediatrların ən çox rast gəldikləri və bizi də konsultasiyalara ən çox çağırdıqları yeni doğulmuş dövrdə olan trombositopeniyalardır. Bunlar əsasən autoimmun və alloimmun olaraq gedir. Səbəbi neonatal autoimmun trombositopeniyalarda maternal autoantikorların pasiv keçişidir. Autoimmun trombositopeniyalarda maternal trombositlarda trombosit əleyhinə antikorlar olmur, sadəcə uşaqlarda olur. Diaqnostikasında əsas göstəricilər autoimmunitetdir və adekvat trombosit sayı doğumdan sonra düşə bilir, amma başlanğıcda normal trombosit sayı doğulur. Daha çox toksoplazmoz, rubella və infeksiyalarla əlaqələndirilir. Necə edəcək? Həyatın ilk 3-7 günündə azalma üçün izləyirik. Müalicə göstərişlərində əgər 30 mindən aşağıdırsa və ya qanaxma olduğunda bir müalicəyə başlayırıq. Tirajı hocanın həmişə yaxşı bir sözü var. Əgər ki, yeni doğulmuş uşaqda simptomatik bir şey görmürüksə, anemikdirsə belə, trombositopenikdirsə belə əlləməyin. Uşaq öz-özünə düzələcəkdir. Əslində onun tövsiyəsindən sonra bir çox xəstələrdə belə steroid başlamaq istəyəndə bir özümüzü bir durdurub da səbirli olub bir həftə içində izlədiyimizdə doğrudan da daha yaxşı klinik recovery olduğunu görürük. Əslində neonatal autoimmun trombositopeniyalarda 1-3 həftə ərzində keçir. Əgər uşağın vəziyyəti 5-ci gündən sonra pisləşirsə də gərək biz əmzirməni saxlayaq. Və düzgün müalicə yönləndirmək üçün də davamlı olaraq hematoloqun konsultasiyası olmalıdır. Bu xəstələrdə də İVİK verilir, metilprednizolon verilə bilər, verilməyə bilər. Autoimmun trombositopeniyalarda beyin qanaxmaları daha çox olur. Ona görə klinik olaraq izləm çox vacibdir. Neonatal alloimmun trombositopeniyalarda isə əsasən ancaq uşaqda olur trombosit antikorları. Klinik əlamətlər səhhətin vaxtında doğulmuş normal sağlam xəstələrdə görürük. Trombositopeniyada daha sonra daha dərin trombositopeniya və petekiyalar və hemorragik simptomlar görürük.
Analizində ana serumunda trombositə spesifik anticismlərini araşdırırıq. Biz bunu edə bilmirik deyə sadəcə klinik olaraq ayırmağa çalışırıq. Bu xəstələrdə random trombosit kütləsi verə bilirik. Autoimmun trombositopeniyalarda isə əgər ehtiyac olarsa ancaq donoru uyğun aferez trombositindən istifadə olunmalıdır. 30 mindən aşağı düşərsə də mütləq bir steroid, ivik başlanıla bilər. Digər bir sindrom Bernard-Soulier sindromudur. Bu uşaqlarda əsasən erkən yaşlarından çox nadir hallarda biz bunu görə bilirik. Trombositləri çox orta səviyyədə aşağı ola bilər, amma trombositlərin keyfiyyətində də bir problem olur. Əsasən də qız uşaqlarında yeniyetmə dövründə menorragiyalarla hematoloqlara müraciəti daha çox olur. MI9 mutasiyalı isə trombositopeniyalar, makrotrombositopeniyalar olur. Çox xüsusi periferik yaxmada bizə bunu göstərəcək bir dövlə cisimciklərini görürük. Nitrofillərdə balaca mavi cisimciklərdə və mən onu periferik yaxmasında da sizə göstərmişəm. Ekstratrombotik xüsusiyyətləri olur. Çünki viral bir eşitmə kaybı olur xəstələrdə. Əsasən bizə yaxınlaşan xəstələrdə Azərbaycan populyasiyasında ola bilər ki, xüsusi genetik yatkınlığa görə böyrək problemləri ilə və uşaqlıqdan demək olar ki, bir neçə xəstəmiz 3-4 yaşından etibarən səbəbi bilinməyən nefrotik sindromla müraciət edir. Diagnostik olaraq isə genetik olaraq MI9 protein yığılmasını göstərmək üçün immunofluoresans verə bilərik və genetik mutasiyaları araşdırmaq üçün baxa bilərik. Müalicəsində əsasən antifibrinolitiklər, trombosit köçürmələri istifadə edirik. Növbəti Fanconi anemiyası. Hematoloqların yəqin ki, hər gördüyündə fenotipik olaraq qiymətləndirib diaqnoz qoya bildiyi xəstələrdir. Amma hər Fanconi anemiyasında sitopeniya və ya trombositopeniya görməyə bilərik. Bəzi xəstələrdə sadəcə yüngül bir trombositopeniya görürük və bu xəstələri hematoloqa gətirib çıxarmır. Yaş irəlilədikcə, təxminən 7-8-9 yaşından sonra Fanconi anemiyalı xəstələrdə artıq bir sitopeniyalar, bu da bir trombositopeniyalarla başlayan bir hemoqram dəyişiklikləri olur ki, bu onları bir hematoloqa gətirib çıxarır. Məsələn, ən son bir xəstəmiz Türkiyədə ürək əməliyyatı olunmuşdu. Bir böyrəyi yox idi və bu həmin o əlində baş barmaq sümüyünün patologiyası olan həmin o xəstəmizdir. Xəstəmiz 11 yaşında bizə müraciət etmişdi. Gözlərində toz, baş barmağında barmağın olmaması. Biz bundan 4 testi verdik. 4 testində xromosom qırılmalarını gördük. Amma 16 Fanca genində heç birində mutasiya görmədik. Yəqin ki, bilinməyən bir Fanconi mutasiyası olduğunu düşünərək xəstəni irsi aplastik anemiya olaraq qeydiyyata götürdük. Növbəti görəcəyimiz də əsasən pediatrların görüb vaxtında aşkar edə bilməsidir. Xəstələrdə trombositopeniya olur və mil sümüyünün olmaması olur. Bu da xronik olaraq aplastik anemiyalar kimi özünü göstərir və hematoloqa gətirib çıxarır xəstəni. Ən çox rast gəldiyimiz trombositopeniya səbəbləri bizim hematoloqlar olaraq immun trombositopeniyalardır. İmmun trombositopeniyalarda ölkəmizdə maalesef düzgün yanaşma hələ də yaranmayıbdır. Bəzən xəstələrə ilkin addım olaraq pulsteroid terapiyası verilir və ya 2 mg/kg-dan davamlı olaraq 3-4 həftə ərzində steroid terapiyası verilir, amma guideline-lar nə deyir? Əgər trombositların sayı 20 mindən yüksəkdirsə və heç bir qanaxması yoxdursa, xəstəni sadəcə təqib edəcəyik. Əgər xəstənin 20 mindən aşağı və qanaxma riski varsa da 2-4 mg/kg gündə verib 120 mg-ı keçmədən bir həftəyə tamamlayacağıq. Steroid verəcəksə də Amerikan guideline-ına görə sümük ili götürməyə ehtiyac yoxdur, amma biz bunu mütləq götürürük özümüz əmin olmaq üçün. Növbəti addım terapiyalarda isə antiglobulinlərinə baxa bilərik. Bunun üçün mütləq xəstədə RH pozitiv olması gərəkdir. Amerikan guideline-ları daha çox steroid verin ivikdənsə
deyir, amma bizdə əlbəttə ki, əlimizdə İVIQ varsa da xəstələrə daha çox İVIQ verməyi tərcih edirik. Bu arada İVIQ terapiya isə başlayan ITP-lərimizdə sümükliyi götürməyə ehtiyac olmur. Ona görə də valideynlər əslində bu prosedurdan biraz invaziv olduğuna görə çəkinirlər. Daha çox İVIQ terapiyasına yön tuturlar. Deməli, uşaqlarda ilkin diaqnoz qoyulmuş ITP-lərdə 20 mindən yuxarıdırsa biz bunu evdən izləməliyik, 20 mindən aşağıdırsa da xəstəxanaya almalıyıq deyirik. Əlavə olaraq, əgər az qanaxmaları varsa da kortikosteroidlarla başlayırıq. Əgər qanaxmaları yoxdursa da kortikosteroid belə başlamaya bilərik. Əgər bu davamlı olursa da 6 aya qədər davam edən ITP-lərimiz bu davamlı ITP-lər, 6 aydan uzun davam edən ITP-lərimiz isə xronik ITP-lər kimi qəbul edirik. Burada bir növbəti addım müalicələrə keçirik. Bu rituximabdır. Rituximabı həmişə splenektomiyaya tərcih edirik. Demək olar ki, son illərdə splenektomiya olunan xəstələrin sayı çox-çox azdır. Amma bəzən çox dirəncli və heç bir müalicəyə cavab verməyən xəstələrdə məcbur splenektomiya olunur xəstələr. Əsasən birinci kortikosteroidlar, İVIQ müalicəsi, anti-immunoglobulini və biz öz mərkəzimizdə daha çox L-trombopakdan istifadə edirik. Bəzən olur ki, xəstələrdə uzun müddətli L-trombopaka cavab 6 həftədən sonra əmələ gəlir. Ona görə, əgər həyati təhlükəli bir qanaxmamız varsa, biz bu terapiyaları kombinə olaraq steroid terapiya ilə birlikdə davam edirik. Steroid terapiyaları 7 gün ərzində 70-80% cavab ala bilirik. İVIQ terapiyasını 2 günün sonunda 70-80% cavab ala bilirik. Eyni göstəricilərdə anti-D-dədir. Romiplastin və L-trombopakda istifadə olunur. Bizim mərkəzdə əsasən L-trombopak istifadə olunur. Dövlət tərəfindən təmin olunan preparatımız budur. Və 6 həftənin sonunda 75% ümumi müalicə cavabı alırıq. Və bu trombosit sayını tam normal səviyyəyə qədər çatdırmasa da 30-50 minin üzərində olan trombosit sayılı klinik olaraq sağlam uşaqlar kimi yaşaya bilirlər və bu da bizi təmin edir. Heç bir müalicəyə cavab verməyən xəstələrdə isə daha çox immunosupressivlərə üst tuturuq. Burada Myfortix, Sirolimus preparatları verilir. Hal-hazırda Amerika Birləşmiş Ştatlarında avatrombopak uşaqlara 6 yaşından qədər uşaqlara verilməyə başlamışdır. Amma bu bir tədqiqat aşamasındadır. Bizim ölkələrdə və Avropada hələ ki pediatrik xəstələrə verilməsi onaylanmayıb, amma müalicə nəticələri digər trombosit reseptor aqonistlərinə görə daha yaxşı olduğu göstərilir. Belə, əlavə müayinələrdən qan qrupudur, koagulyasiya testləridir və təmaını inkar etmək üçün adam sonuç testi olunur və əlbəttə ki, xəstələrdə əgər davamlı trombositopeniya varsa, biz burada infeksiyaları, revmatolog konsultasiyasını və tiroid hormonlarının kontrolünü gərək gözdən qaçırmayaq. Remisiya olaraq tam remisiya 100 minin üzərinə çıxırsa tam remisiya deyirik. 30 minin üzərinə çıxdısa, daha sonra düşürsə də hissəvi remisiya və 30 mindən yuxarı qalxmırsa da remisiya yoxdur deyirik. Ölkəmizdə pasient resursları yoxdur. Biz ailələri özümüz maarifləndirməyə çalışırıq. Amma müəyyən bir platformalar var ki, trombosit xəstəliklərinin kontrol olunması platformaları. Orada çox yaxşı bukletlər çıxarılıbdır. Biz də hal-hazırda şöbəmizdə bu bukletlərin Azərbaycan dilinə tərcümə olunmasını və xəstələrimizə verilməsini təmin etməyə çalışırıq. Bu işdə pediatrlarla birlikdə çalışırıq həmişə. Həm hematoloji, həm pediatrik bir problem olduğu üçün əl-ələ verib çalışmağa davam etməyə ümid edirəm. Diqqətiniz üçün də təşəkkür edirəm. Bu da bizim periferik yaxmada gördüyümüz anormal bir nitrofildir, amma çox gözəl görünür. Çox sağ olun Könül xanım, çox təşəkkür edirik ətraflı sunum üçün.